Dini geyim məsələsinə qalanda, daha dəqiqləşdirsəm, hicab və ya niqaba qalanda. Onların düşmənçilikləri ağızlarından çıxan sözlərdən bəllidir. Məktəbi bitirəndən sonra artıq bu müstəqil həyata ki addım atır, onda insan həyatının qərarını verir. Axı siz azyaşlıların öz seçimini belə məcburiyyət olaraq qələmə verirsiniz. İndi bunu necə edək? Qapanmaqmı istəyirəm, baş örtüsünü istəyirəm, uzun ətəyimi istəyirəm. Yoxsa ki, mən də hamı kimi müasir dünyanın ən potensiallı gənclərindən olmaq istəyirəm. Sənin bu sözündən məlumdur ki, anti-hicab təbliğatı aparırsan. Hicabı geridə qalmışlıq, açıqlığı isə inkişaf kimi qələmə verirsən. Hicablı gələn qız da onun təbliğatını eləyir. Amma məktəb belə şeylərin təbliğat məkanı deyil. Bəli, məktəb makiyaj, qısa ətək, qız oğlanların görüş məkanı, cükküldəşmək, ümumiyyətlə dərsdən başqa hər şeyin təbliğ yeridir. Hicab təbliği olanda səsiniz çıxır. Dəyərmi dəyməz, çünki bu insana çörək verir. İnsan onun altında olan başının içərisindəki çörək verir. Deməli bu potensiallı, ali təhsilli qadın hələ bilmir ki, başı örtəndə ağıl örtülmür. İnsana heç başının içindəki də çörək vermir. Çörək verən Allahdır. Amma sənin nəzərdə tutduğun, sənin başının içindəkinin sənə çörək verdiyidirsə, o da səhvdir. Çünki çörəyinin mənbəyi məlumdur. Dini etiqad azadlığı var ki, hansı dinə istəyirsə, ona da qulluq edə bilər, ona da mənsub ola bilər. Biz o dini etiqad azadlığını görmədik. Nədənsə hər zaman şiə müsəlmanlarla mübarizə apardınız. Bu gözdən pərdə asmaq üçün deyilən sözlərə qarnımız çoxdan toxdur.